Baxın, mənim obyektim budur. Füzuli rayon icra başçısı Ali Aliyev sözdürür. 2-ci Qarabağ müharibəsinin 2-ci qrup qazisiyəm. Füzuli rayon sakini Quliyev Şahin Famiq oğlu bu obyekti Füzuli rayonun icra başçısı Ali Aliyev sözdürür. Və səbəbi odur ki, maddiyyat. Pul verməmişəm, ona görə də mənim obyektimi sözdürür. Pul istədi, imkanım olmadığına görə verə bilmədim və mənim obyektimi sözdürüb. Və burada şərait yaratdığı obyektləri göstərim. Baxın burada. Yüksək gərginlik gedir. Burada obyektlər var. Orada kamera var. Burada obyektlər hamısı yolun içindədir. Onun hamısını üç növbədə şərait yaratan icra başçısı Ali Aliyev. Baxın burada. Mən Füzuli rayon sakini 44 günlük Vətən müharibəsi 2-ci qrup qazisi Quliyev Şahin Famiq oğlu. Füzuli rayon Qayıdış yolu ərazisində yerləşən yarım sotda özümə obyekt yemişdim. Rayonumuzun icra başçısı dəfələrlə məni çağırdı yanına. Pul istədi, şirinlik istədi və verə bilmədim, imkanım olmadığı üçün. Və gəldi mənim obyektimi söktü. Füzuli rayon icra başçısına dedim ki, mən obyektə 17.000 manat kredit götürüb xərc qoymuşam. Obyektə və müalicəmə xərcləmişəm. Mənim obyektimi sən niyə sökürsən? İcra başçısına dedim. Orada qanunsuz tikirlər çoxdur. Niyə onları sökmüsən, mənim obyektimi sökürsən? Qayıdış yolu ərazisində mən tikdiyim obyektin sağı, solu, yüksək gərginliyin altında olan obyektlər çoxdur. Orada dövlətin radarının kamerasının altında obyektlər tikilibdir. Qayıdış yolu ərazisində elə obyektlər var ki, yolun ortasından 2 metr kənardadır. İcra başçısına dedim ki, Cənab Prezident məni dəfələrlə tərtib edib medallarla. Dedi, Cənab Prezident kimdir? Buranın prezidenti də mənəm, Allahı da mənəm. Rayonumuzun icra başçısı dedi bu sözü. Və rayonda o qədər saraylar var ki, heç birinin sənəti yoxdur. Və buna sübutum da var. Heç bir sənəti yoxdur sarayların, obyektlərin. Nə bələdiyyə sənəti var, nə kupçası var, nə çıxarışı var, heç bir şey yoxdur. Fövqəladə hallar buna necə icazə verib, gərginliyin altında tikilsin, şəhər salma buna necə icazə verib, əmlak komitəsi buna necə icazə veribdir. Bunun heç birisindən icazə alınmır. Niyə? Çünki aparırlar, hörmət edirlər icra başçısı Ali Aliyev və ancaq rüşvətlə məşğuldur. Və məndən də rüşvət istədi, verə bilmədim. Dedim, başçıya ki, mənim imkanım yoxdur. Heç bir obyektin sənəti yoxdur. Qayıdış yolu ərazisində. Buna sübutum da var, görüntülərim var. Lazımı yerlərə göndərə bilərəm, xahiş edirəm. Bu rüşvətxorluğa bir son qoyulsun. Mənim bu müraciətim çatsın Cənab Prezidentə. Cənab Prezident, icra başçısına deyirəm ki, siz tərəfindən, Cənab Prezident tərəfindən mən təltif olunmuşam, medallarım var. Deyir, Cənab Prezident kimdir? Buranın prezidenti mənəm. Sizi də saymır, Ali Aliyev. Və mənim kredit kağıdım var. Aparıram, göstərirəm ki, mənim obyektimi söhmüsən. Mən orada bu qədər xərc qoymuşam. Və bu pul mənim batır. Pulu ver, eyb yoxdur. Deyir, yox, məni hədəliyir. Məni hədəliyir. Deyir, səni şərliyib tutduraram. Belə deyir. Tutdururam yox ha. Deyir, səni şərliyib tutduraram. Deyirəm ki, mən necə şərliyəsin? Mən narkotik çəkən deyirəm, içki içən deyiləm. Deyir, indi baxarsan sən. Dəfələrlə zəng elətdirir ya da özü zəng eləyir. Kiməsə zəng elətdirir, öz danışır. Mənə deyir ki, get işinlə məşğul ol, səni tutduracam. Belə deyir. Mən də dedim ki, mən işimdəyəm. Xahiş edirəm, Cənab Prezident, bu haqsızlığa bir son qoyulsun. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti niyə gəlib bu icra başçısına bir tədbir görülmür? Və mənim əlimdə sübutlarım da var. Videoda əlaqə nömrəmi də yerləşdirirəm. Hala lazımdırsa, bunu mən sübuta yetirməyə hazıram. Gəlsinlər, burada bütün sənədləri mən göstərdim. Kim istəsə. Qeyri-qanuni tikili obyektləri göstərdim. Qayıdış yolu ərazisində bir nəfərin sənəti yoxdur. 100 dənə obyektə icazə verib. Özünün də obyektləri var 4 yol ərazisində və fermaları. Ən az bir 8 dənə Ali Aliyevin ferması var. Bütün 14 ildir Füzuli rayonunda başçı işləyir. 2011-ci ildən 2025-ə kimi 14 il ərzində bu rayonu talib təmiz. Özü də 1955 təvəllüddür. 70 yaşı var, amma məndən cavan görsənir. Hər il özünə gedir Rusiyada ya başqa bir ölkədə müalicə elətdirir. Məndən cavan görsənir. 55 təvəllüdü, 70-71 yaşı var Ali Aliyevin. 2011-ci ildən rayonumuzu çap talib təmiz. 14 ildir o adam başçı işləyir. 14 il necə başçı işləyə bilər ki bu? Deyirəm Ali Aliyevə,
Mən qaziyəm, cənab prezident deyir ki, qazilərə diqqət və qayğı göstərilsin. Deyir ki, buranın prezidenti mənəm, sən nə danışırsan? Sən deyir, gör nə qarıram, alı deyir mənə. İcra başçısı, həmən bu alı alıyıb mənə deyir. Dəfələrlə sənədlərimi aparıb göstərmişəm. Medallarımı göstərdirəm. Sənədlərim çoxdur. Deyir, onları neyinirəm? O prezident kimdir deyir. Əsas deyir, burada prezident mənəm. Deyir, rayonun yiyəsi mənəm. İndi səni gör deyir, neyinirəm? Alı alıyıb mənə deyir. Məni təhqir eləyir. Başqa dövlət orqanlarını göndərir üstümə. Fövqəladə hallardan, şəhər salmadan, əmlak komitəsindən hamısını örgədir, göndərir üstümə. Məni təhqir eləyirlər və mənə deyirlər, səni şərləyirik, səni tutdururuq yaxın günlərdə. Mən də bu videonu çəkirəm, buradan müraciət edirəm lazımı dövlət qurumlarına, cənab prezidentə, bu rüşvətxorluğa bir son qoyulsun və mənim başıma nəysə bir iş gəlsə, bilin ki, Füzuli rayon icra başçısı Ali Aliyev elətdiribdir. Məni şərləsələr, mənim başıma hansısa bir iş gəlsə, icra başçısı Ali Aliyev elətdirir. Mən narkotik çəkən deyiləm, içki içən deyiləm. Məni tanıyanlar hamısı yaxşı bilir. Xahiş edirəm, cənab prezident, bu haqsızlığa, bu rüşvətxorluğa bir son qoyulsun. Diqqətiniz üçün sağ olun.